Bürc TV Bürc həvəskarlarına 17 aprel 2025-ci il üçün astroloji proqnozunu təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Ən asan gün deyil. Səhər saatlarında bir çox qoç həddindən artıq təsir edici olacaq, ona görə də düzgün qərarlar vermək həmişəkindən daha çətin olacaq. Ciddi işlərlə məşğul olmağa ehtiyac yoxdur. İdeyalarınızdan bəzilərini həyata keçirmək qeyri-mümkün olacaq. Eyni zamanda intuisiya daha kəskinləşəcək və bu, çətin şəraitdən çıxış yolu tapmağa kömək edəcəkdir. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız. Sevdiklərinizlə ümumi dil tapmaq həmişə mümkün olmur. Başqalarının çatışmazlıqlarını bağışlamaq vacibdir, o zaman yaxşı münasibətlər saxlayacaq və bütün kobud kənarları hamarlayacaqsınız. Sürprizlərə təəccüblənməyin. Çox güman ki, gün sürprizlər və gözlənilməz hadisələrlə dolu olacaq. Planlaşdırılan işləri yerinə yetirmək əvəzinə tamamilə fərqli bir şeyə diqqət yetirməli olacaqsınız. Və siz yenilikləri sevəcəksiniz. Gün köhnə vərdişlərdən imtina etmək, həyatda nəyisə dəyişməyə başlamaq üçün mükəmməldir. Həmfikir insanlar tapmaq, həyata baxışları sizinkinə oxşar insanlarla tanış olmaq şansı yaranacaq. Yəqin ki, dostluq və ya romantik münasibətlərin başlanğıcı olacaq. Cazibədarlığınız diqqətdən yayınmayacaq. Əvvəllər çətin görünən işləri görün, belə halların tez bir zamanda öhdəsindən gələ bilərsiniz. Həm də bugün dəstəyi sizin üçün faydalı olacaq insanlarla ünsiyyət üçün münasibdir. Yaxşı təəssürat yaratmaq, bəzi birgə hərəkətləri razılaşdırmaq mümkün olacaq. Fikirləriniz çoxlarının xoşuna gələcək və köməkçilərə ehtiyac olarsa, onları asanlıqla tapa bilərsiniz. Emosional vəziyyətinizi izləməyə çalışın. Bugün sizi tutqun fikirlər və xatirələr bürüyə bilər. Diqqətinizi daha xoş bir işlə yayındırmaq, maraqlı işlər görmək, yeni yerləri kəşf etmək üçün fürsət axtarın. İşlər plana uyğun getməyə bilər, amma heç bir hadisə sizi çaşdırmayacaq, planınızdan əl çəkməyə məcbur etməyəcək. Siz səbirli olacaqsınız və son vaxtlara qədər demək olar ki, qeyri-mümkün görünən hədəfə nail olacaqsınız. İşgüzar münasibətlərdə əhəmiyyətli dəyişikliklər ola bilər, həm həmkarlar, həm işgüzar tərəfdaşlar, həm də rəhbərlik fikirlərinizi dinləməyə, paylaşdığınız fikirlərə diqqət yetirməyə başlayacaq. Ailədə xoş hadisələr, yaxınlarınızla bağlı xoş xəbərlər mümkündür. Axşam qohumlarla ünsiyyət qurmaq, birlikdə dincəlmək və maraqlı işlərlə məşğul olmaq üçün əla vaxtdır. Gün vacib görüşlər, bəyəndiyiniz insanlarla ünsiyyət üçün əlverişlidir. Düzgün təəssürat yaratmaq, düzgün tonu tapmaq çətin olmayacaq. Ola bilsin ki, cazibədarlıq həm etibarlı müttəfiqlər, həm də yeni dostlar tapmağa kömək edəcək. Köhnə əlaqələri möhkəmləndirmək, son vaxtlar razılığa gəlməkdə çətinlik çəkənlər üçün anlaşma imkanı yaranacaq. Pulla ehtiyatlı olmaq lazımdır. Maliyyə məsələlərində bir qədər qeyri-ciddi davrana bilərsiniz. Ancaq bazarlığa tələsməsəniz və xırda şeylərə çox pul xərcləməsəniz, ciddi problemlər yaranmayacaq. Buğa. Ziddiyyətli gündür. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Bir çox buğa təmkinsiz və əsəbi olacaq, bu da yaxınlarınızla münasibətlərə ən yaxşı təsir göstərməyəcəkdir. Ancaq istəsəniz, ciddi münaqişələrdən qaça bilərsiniz. Əgər fikir ayrılığı baş verərsə, mümkün qədər tez barışmaq üçün ilk addımı atmağa çalışın. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Heç vaxtınız olmayan şeyləri etmək üçün yaxşı vaxtdır. Axşam dostluq görüşləri üçün əlverişlidir, xüsusən də ümumi işgüzar maraqlarınız və ya çoxdankı hobbiniz varsa. Günə çətin və vacib işlərlə başlamayın, bu vaxtı xoş və çox yorucu olmayan bir şeyə həsr etmək daha yaxşıdır. Vəziyyəti dəyişdirmək istəməyiniz mümkündür. Bu sizə xeyir verəcək, yeni yerlər ilham mənbəyinə çevriləcək, gözəl ideyalar gətirəcək. Bundan əlavə, maraqlı insanlarla tanış olmaq şansı yaranacaq. Günün ikinci yarısı sakit, əlverişli və məhsuldar olacaq. Bu vaxt köhnə işləri bitirmək üçün mükəmməldir. Burada heç bir çətinlik olmayacaq, hər şey yaxşı olacaq. Siz də alış-veriş edə bilərsiniz, özünüz və yaxınlarınız üçün faydalı olacaq əşyaları seçəcəksiniz. Bütün planlar dərhal həyata keçirilməyəcək, amma siz səbirli olacaqsınız və yenə də məqsədinizə çatacaqsınız. Gün bəzi köhnə planlara qayıtmaq üçün münasibdir.
Mümkündür ki, indi onları həyata keçirmək imkanınız olacaq. Düzdür, bunun üçün xərc tələb oluna bilər. Amma çətin ki, ciddi məbləğlərdən söhbət getsin, ona görə də büdcəniz üçün ciddi təhlükə yoxdur. Başqaları ilə ünsiyyət qurmaq asan olacaq. Yeni tanışlarla tez dostlaşacaqsınız. Əvvəllər sırf formal olan münasibətlər daha da rahatlaşacaq. Təsadüfi görüş romantik bir hekayənin başlanğıcı ola bilər. İşlərinizə qarışanlara və istəmədiyiniz məsləhətləri verənlərə qarşı hirslənməməyə çalışın. Bugün başqaları ilə ortaq dil tapmaq həmişəkindən daha çətin olacaq. Sizə elə gələ bilər ki, heç kim sizi başa düşmür. Amma zaman keçdikcə müsbət meyllərin təsiri artacaq və başqaları ilə anlaşmaq asanlaşacaq. Anlaşılmazlıqları aydınlaşdırmaq, mübahisələri keçmişə buraxmaq mümkün olacaq. Günün ilk yarısı kifayət qədər narahat olacaq, ikincisi isə diqqətinizi vacib məsələlərə yönəltmək imkanı verəcək. Mümkündür ki, onları vaxtında başa çatdırmaq üçün kömək lazım olsun. Siz mütləq dəstək alacaqsınız. Xüsusilə səhər saatlarında müstəqil hərəkət etmək daha yaxşıdır. Əhəmiyyətli məsələlərdə çətin ki, kimsə bunu sizdən yaxşı edə bilər. Yalnız öz gücünüzə güvənirsinizsə, bir çox gərgin anlardan və boş mübahisələrdən qaça bilərsiniz. Axşam yaxınlaşdıqca insanlarla anlaşma asanlaşacaq, istənilən məsələni sakit və konstruktiv müzakirə etmək olar. Unutmayın, bugün sözləriniz və hərəkətləriniz həmişəkindən daha çox diqqət çəkəcək. Buna görə də tələsik bir şey etməmək daha yaxşıdır, hər şeyi diqqətlə nəzərdən keçirmək və ölçmək lazımdır. Təcrübəniz səhvlərdən qaçmağa kömək edəcək. Əkizlər. Olduqca uğurlu gündür. Baxmayaraq ki, səhər bəzi əkizlər olduqca təsir edici və buludlarda olmağa meyilli olacaqlar, buna görə də bu zaman vacib qərarlar qəbul etməyə dəyməz. Nəticələri hesablamaq həmişə mümkün deyil. Kifayət qədər yaxşı tanımadığınız insanlara etibar etməyə tələsməyin, onlar sizi yoldan çıxarmağa çalışa bilərlər. Yaxınlarınızın problemlərinin həllinə kömək etmək üçün vaxt tapmaq sizin üçün çətin olmayacaq. Bu, yorucu olmayacaq və münasibətlərinizə ən yaxşı təsirini göstərəcək. Qısa səfərlər həm tək başına, həm də dostların əhatəsində uğurlu olacaq. Gün şübhəsiz ki, maraqlı bir şeylə başlayacaq. Bu, gözlənilməz xəbər, cazibədar təklif və ya məmnuniyyətlə görəcəyiniz iş ola bilər. Bu, yeni dostlarla tanış olmaq üçün mükəmməl vaxtdır. Xaraktercə qətiyyən sizin kimi olmayanlarla belə anlaşmaq asan olacaq. Sonradan dəqiqlik və təfərrüata diqqət tələb edən işlərin vaxtı gələcək. Siz diqqətinizi cəmləyin və heç nəyi qaçırmayın. Yaxınlarınızdan birinin köməyinizə ehtiyac duyması mümkündür. Sizə əziz olan insanların xahişlərini rədd etməməyə çalışın. Xoş söhbətlər və xoş xəbərlər günüdür. Köhnə tanışlar sizi ziyarətə gələ bilər, onlarla ünsiyyət gözlənilmədən xoş olacaq. Köhnə əlaqələri bərpa edə bilərsiniz, mübahisə etdiyiniz insanlarla barışmaq asan olacaq. Bugün yeni bir işə başlasanız, onun sayəsində tezliklə çox maraqlı insanlarla tanış olacaqsınız. Bugün göstərdiyiniz əzmkarlıq hətta çox çətin işlərin öhdəsindən gəlməyə kömək edəcək. Başqalarının geri çəkildiyi maneələri dəf edəcək, şəraitin necə inkişaf etməsindən asılı olmayaraq məqsədinizə çatacaqsınız. İstənilən mühüm görüşlər üçün yaxşı gündür. İşgüzar danışıqlara və ya romantik bir görüşə getməyinizin fərqi yoxdur. Hər halda hər şey yaxşı alınacaq. Yaxşı təəssürat yaratmaq üçün çox çalışmaq lazım deyil. Güclü tərəfləriniz diqqətdən kənarda qalmayacaq. Sövdələşmələr bağlaya, uzun müddətli əməkdaşlıq haqqında razılığa gələ bilərsiniz. Maraqlı iş təklifləri istisna deyil. Bəziləri xüsusilə maraqlandıqları işi tam olaraq edə biləcəklər. Düzdür, nə isə öyrənməlisiniz. Amma bu da sizi xoşbəxt edəcək. Yeni işlərə tələsməyin. Günün ilk yarısı əvvəllər başladığınız işləri sakitcə başa çatdırmaq, yığılıb qalmış xırda problemlərin öhdəsindən gəlmək üçün daha münasibdir. Heç bir çətinlik olmayacaq, hər şeyin öhdəsindən tez gələcəksiniz. Daha sonra gələcək haqqında danışmaq, planları müzakirə etmək üçün uyğun vaxt gələcək. Ola bilər ki, yaxşı heç nə gözləmədiyiniz insanların dəstəyini alacaqsınız. Günün ikinci yarısı sizi uğurlu təsadüflər və xoş sürprizlərlə sevindirəcək. Ən yaxın insanlarla münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, fikir ayrılığı üçün kiçik səbəblər belə olmayacaq.
Romantik görüş yaxşı keçəcək. Xərçəng. Gününüz xoş keçsin. Düzdür, ciddi işə başlamaq üçün o qədər də uyğun deyil, ancaq bütün ev işlərinin öhdəsindən uğurla gələcəksiniz. Yaxınlarınız sizə kömək etməkdən məmnun olacaqlar. Bir çox xərçənglər yaşlı qohumlardan faydalı məsləhətlər alacaqlar ki, bu da tezliklə işə yarayacaq. Son zamanlar fikir ayrılığı yaşadığınız insanlarla münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Ətrafınızda gözəllik və rahatlıq yaratmaq üçün əlverişli zamandır. Günorta alış-veriş etmək, dostlarla görüşmək və ya romantik görüş keçirmək üçün idealdır. Günün başlanğıcı parlaq və ruhlandırıcı olacaq. Bu, yeni işlər götürmək üçün doğru zamandır. Siz tez bir zamanda ilk uğurlara nail olacaqsınız, hara getməli olduğunuzu dərhal başa düşəcəksiniz. Və köməkçilər tələb olunarsa, tapmaq çətin olmayacaq. Müxtəlif insanlarla yaxşı yola gedəcəksiniz. Günün ikinci yarısı kifayət qədər gərgin olacaq. Dərhal həllini tələb edən problemlər yaranacaq və onların həlli üçün planlaşdırılan işlər təxirə salınmalı olacaq. Bəzi çətinliklərə baxmayaraq, hər işdə uğur qazanacaq və günün nəticələrindən razı qalacaqsınız. Yaxşılıq etmək şansınız olacaq və siz bu fürsəti qaçırmayın. Ətrafda boşboğazlıq və çaşqınlıq ola bilər, amma siz sakit olun, təxribatlara boyun əyməyin və heç kimin sizi çaşdırmasına imkan verməyin. Kiçik məişət fikir ayrılıqları, yaxınlarınızla mübahisələr ola bilər. Ancaq bir kompromis tapılacaq, hamı razı qalacaq. Gün romantik münasibətlər baxımından əlverişli olacaq. Sevdiyiniz bir insanla ünsiyyət sevindirəcək, canlı emosiyalar bəxş edəcək. Xoş sürprizlər çox güman ki, uzun müddət yadda qalacaq. Məqsədyönlülük göstərin və çoxdan arzuladığınız məqsədə nail olacaqsınız. Hər şey dərhal yaxşı alınmayacaq, amma nə gecikmələr, nə çətinliklər, nə də buraxılan səhvlər sizi planınızdan əl çəkməyə məcbur etməyəcək. İstədiyiniz nəticəni əldə edə bilmədinizsə, o zaman bir daha cəhd etmək lazımdır. Bu, uğura aparan yanaşmadır. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, sizin üçün əziz olanlarla asanlıqla anlaşa bilərsiniz. Mübahisədən sonra barışa, köhnə əlaqələri bərpa edə və uzun müddətdir davam edən fikir ayrılıqlarını həll edə bilərsiniz. Sevdiyiniz insanla ünsiyyətdə təşəbbüs göstərmək çox faydalı olacaq. Tələsməyə dəyər, boş yerə vaxt itirməsəniz, bugün çox şeyə vaxtınız olacaq. Çətin bir işin öhdəsindən gəlmək və onu uğurla başa çatdırmaq mümkün olacaq. Günün ilk yarısı danışıqlar, müəyyən mənada sizə faydalı ola biləcək insanlarla görüşlər üçün də münasibdir. Daha sonra ailə məsələlərinə diqqət yetirməli olacaqsınız. Bəzi xırda məişət problemləri ola bilər, lakin siz onların öhdəsindən tez gələcəksiniz. Axşam ən yaxın insanlarla ünsiyyət çoxlu müsbət emosiyalar bəxş edəcək. Həm mehriban görüş, həm də sevdiyiniz insanla görüş yaxşı keçəcək. Şir. Olduqca gözəl bir gündür. Bütün ideyalarınız həyata keçirilməyəcək, lakin bu ən yaxşısı olacaq. Səhər tezdən iri miqyaslı layihələrə başlamağa dəyməz. Ev işləri ilə məşğul olmaq və ailənin ən yaşlı və ya kiçik üzvlərinə diqqət yetirmək daha vacibdir. Bir çox şirlər uzun müddətdir məşğul olmadıqları sevimli hobbi ilə məşğul olmaqdan faydalanacaqlar. Darıxdığınız insanlarla yenidən ünsiyyət qurmaq üçün yaxşı zamandır. Vəziyyətlər elə inkişaf edəcək ki, yenidən ünsiyyət qurmaq, ortaq dil tapmaq və keçmiş şikayətlərinizi düzəltmək imkanınız olacaq. Gün maraqlı görüşlər, qeyri-adi tanışlıqlar vəd edir. Haqqında əvvəllər çox yaxşı fikirlər eşitdiyiniz insanlarla ünsiyyət qurmaq şansınız olacaq. Əgər təşəbbüs göstərsəniz, bu dostluq və ya romantik münasibətlərin başlanğıcı ola bilər. Ailədə bəzi xoş hadisələr, yaxınlarınızdan biri ilə bağlı xoş xəbərlər ola bilər. Gələcək üçün planları müzakirə etmək olar. Burada ciddi fikir ayrılıqlarının yaranması ehtimalı azdır. Axşam sevdiyiniz işlə məşğul olmaq üçün əla vaxtdır. Yenə çox müsbət emosiyalar verəcək. Günü dinc bir şəkildə tənzimləyin və digər insanların zəif cəhətlərinə laqeydlik göstərməyə və beləcə mübahisələrdən qaçmağa çalışın. Bugün onların səbəbi kiçik və əhəmiyyətsiz ola bilər. Lakin sonradan münasibətləri yaxşılaşdırmaq asan olmayacaq. Maliyyə və əmlakla bağlı məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşıdır. Gün açıq hava fəaliyyəti, idman, səyahət üçün əlverişli olacaq.
Vəziyyəti dəyişdirməyi bacarsanız, diqqətinizi gündəlik qayğılardan yayındırsanız, özünüzü daha yaxşı hiss edəcəksiniz. Günorta alış-veriş üçün əlverişlidir. Gün əyləncəli olmayacaq, amma çox məhsuldar olacaq. Mühüm bir işə diqqət yetirmək və uğur qazanmaq mümkündür. Hər şey tez alınmayacaq, buna görə də səbirli olmaq daha yaxşıdır. Öz gücünüzə güvənmək də lazımdır. Bu, boş ümidlərdən və məyusluqlardan qoruyacaq, hamı ilə yaxşı münasibət saxlayacaqsınız. Xoş tanışlıqlar, sizin üçün həm iş ortağı, həm də etibarlı dost ola biləcək insanlarla görüşlər mümkündür. Köhnə vərdişlərdən yapışmasanız, mövcud vəziyyətin açdığı bütün imkanlardan yararlanmağa çalışsanız, çoxlarında xoş təəssürat yaradacaqsınız. Müttəfiq axtarmaq üçün yaxşı gündür. Fikirlərinizlə bir çox insan maraqlanacaq, hətta əvvəllər şübhə ilə yanaşanlar belə onların həyata keçirilməsində kömək etmək istəyəcəklər. Yeni işlər götürmək yaxşıdır. İlk uğurlara tez nail olacaqsınız və dərhal hara gedəcəyinizi anlayacaqsınız. Çox güman ki, işiniz, bir növ yaradıcı planlarınız və ya şəxsi münasibətlərinizlə bağlı maraqlı təkliflər ola bilər. Evdə həmişəkindən daha çox narahatlıq ola bilər. Sizə yaxın olan birinin köməyə ehtiyacı ola bilər və siz çətin vəziyyətdə qalan insana dəstək olmaq üçün planlarınızı dəyişəcəksiniz. Qız. Olduqca sıx bir gündür. Kiçik şeylərə həddindən artıq əhəmiyyət verməyə meyilli olacaqsınız. Ətrafınızdakiların çatışmazlıqları sizi həmişəkindən daha çox qıcıqlandıracaq. Çətin ki, yaxınlarınızla münaqişələrdən qaça biləsiniz. Bununla belə istəsəniz, tolerantlıq nümayiş etdirsəniz, zədələnmiş münasibətləri tez bir zamanda bərpa edə bilərsiniz. Çölə çıxmaq və böyük qrupları ziyarət etmək üçün əlverişli vaxt deyil. Özünüzü nizama salmaq və dinclik tapmaq üçün axşamı sakit bir mühitdə keçirmək ən yaxşısıdır. Günün hər hansı mühüm hadisə və ciddi qələbələr gətirməsi ehtimalı azdır, lakin ümumilikdə yaxşı nəticələnəcək. Son vaxtlar yığılıb qalan xırda problemlər və ev işləri ilə məşğul olmaq üçün əlverişlidir. Onların öhdəsindən gözlədiyinizdən də tez gələ biləcəksiniz. Planlaşdırılmamış görüşlər mümkündür. Qohumlar və ya köhnə dostlar gözlənilmədən ziyarətə gələ bilərlər. Onlarla ünsiyyət xoş olacaq. Mümkündür ki, vacib bir şey öyrənəsiniz və ya imtina etmək istəmədiyiniz təklif alasınız. Pulla diqqətli olmağa dəyər, alışlarla bağlı tələsməmək daha yaxşıdır. Gün pulla bağlı istənilən məsələnin həlli üçün münasibdir. Qazanclı sövdələşmələr bağlaya, uzun müddətdir axtardığınızı ala biləcəksiniz. Ola bilər ki, yeni gəlir mənbəyiniz olsun. Amma müsbət tendensiyaların təsiri həyatın digər sahələrində də nəzərə çarpacaq. Yaxınlarınızla münasibətlər nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək, fikir ayrılıqları və anlaşılmazlıqlar keçmişdə qalacaq. Köhnə dostları görmək xoş olacaq. Onlarla yaxşı anlaşacaq, çoxlu maraqlı şeylər öyrənəcək və sadəcə gözəl vaxt keçirəcəksiniz. Axşam saatlarında sevdiyiniz insanı xoş sürprizlə təəccübləndirmək fürsəti yaranacaq. Bəzi vacib işlər haqqında düşünmək üçün əla gündür. Sizi və yaxınlarınızı narahat edən suallara cavab tapmağa çalışın. Bəlkə də faydalı məlumatlar yavaş-yavaş toplanmalı olacaq. Ancaq bilməli olduğunuz hər şeyi başa düşməyincə dayanmayacaqsınız. Bugün iş və bizneslə bağlı verilən qərarlar düzgün olacaq. Yəqin ki, uzaqdan yaxşı xəbər alacaqsınız. Ola bilər ki, bir vaxtlar yaxın dost olduğunuz, sonra uzun müddət görüşmədiyiniz insanlarla görüşəsiniz. Onlarla yola getmək asan olacaq, əvvəllər düşündüyünüzdən daha çox ortaq cəhətlərinizin olduğunu başa düşəcəksiniz. Çətin işi öz üzərinizə götürün. Gün ciddi iş və mühüm görüşlər üçün əlverişlidir. Ola bilər ki, əvvəllər çoxlarını çaşdıran problemləri həll edə biləsiniz. Təcrübəniz, biliyiniz və istedadınız bugün çox faydalı olacaq. Onlar nüfuzlu insanlar tərəfindən fərq ediləcəklər. Beləliklə, maraqlı təkliflər gözləyin. Nəzərə alın, günün birinci yarısı ikincidən qat-qat məhsuldar olacaq, ona görə də heç nəyi təxirə salmamaq daha yaxşıdır. Axşam saatlarında yəqin ki, vəziyyəti dəyişmək istəyəcəksiniz və belə bir fürsət mütləq yaranacaq. Tərəzi. Qeyri-müəyyən bir gündür. Bir çox tərəzilər onları aldatmaq cəhdləri ilə qarşılaşacaqlar, ona görə də ehtiyatlı olmalı və diqqətli olmalıdırlar.
Gələcək üçün qlobal planlar haqqında düşünmək üçün ən yaxşı vaxt deyil. Kari işlərə diqqət yetirin, səliqə sahman edin, lazımsız şeylərdən xilas olun. Xərclərinizlə diqqətli olun, imkanınızdan daha çox xərcləmə riskiniz var. Günün ikinci yarısında yaxınlarınıza işlərində köməklik etməli olacaqsınız. Bu, gözlədiyinizdən daha çox səy tələb edəcək, lakin prosesdə bir çox vacib məsələləri müzakirə edə biləcəksiniz. İstədiyimiz nəticəni əldə etmək həmişə asan olmur. Kiçik anlaşılmazlıqlar, işdə gecikmələr, dərhal düzəldilə bilməyən səhvlər ola bilər. Ancaq çətinliklər yaransa belə özünüzə inamınızı itirməyəcəksiniz və onun sayəsində başladığınız işi uğurla başa çatdıracaqsınız. Evdə həmişəkindən daha çox narahatlıq ola bilər. Mümkündür ki, bəzi köhnə problemləri xatırlamalı, həll edilmiş hesab etdiyiniz məsələlərə qayıtmalı olacaqsınız. Rahat davranmağa çalışın. Bu, sevdiklərinizlə yola getməyinizi və hamı ilə yaxşı münasibət qurmağınızı çox asanlaşdıracaq. Gün sakit keçməyəcək, amma yenə də olduqca xoş olacaq. Mümkündür ki, planlarınızı dəyişdirməli və diqqət yetirəcəyiniz işdən tamamilə fərqli bir iş görməli olacaqsınız. Gözlənilməz ziyarətlər mümkündür. Sizi sevindirəcəklər, çünki darıxdığınız insanlar ziyarətə gələcəklər. Gələcək haqqında düşünmək yaxşı olar. İndi məqsədlərə qərar vermək vacibdir və biraz sonra onlara necə nail olmaq barədə düşünəcəksiniz. Yaxınlarınızla gələcəkdə nə edəcəyiniz barədə danışa bilərsiniz. Bu, şübhəsiz ki, sizə maraqlı fikirlər verəcək. Gün işgüzar görüşlər və mühüm söhbətlər üçün əlverişlidir. Hətta yeni tanışlarla danışanda da düzgün tonu tapacaq, düzgün sözləri seçəcəksiniz. Əvvəllər sizinlə razılaşmayan insanlar səhv etdiklərini başa düşəcəklər. Son rəqiblər müttəfiqə çevrilə bilər. Onlara etibar edə biləcəyinizi tezliklə anlayacaqsınız. Uğurlu səfərlər mümkündür. Uzaq bir yerə getmək lazım deyil. Adi marşrutdan çıxmaq və ətrafa diqqətlə baxmaq kifayət edəcək. Gördükləriniz sizi ruhlandıracaq və maraqlı fikirlər bəxş edəcək. Romantik davamı olan tanışlıq mümkündür. Davamlı olun. Bugün əvvəllər tamamilə qeyri-mümkün görünən bir işi görmək şansınız olacaq. Mühüm məsələnin həlli üçün əlverişli şərait yaranacaq. Bir növ hüquqi qarşıdurma bitə bilər. Yeni müttəfiqlər əldə etmək mümkün olacaq və onların arasında nüfuzlu şəxslər də ola bilər. Günün birinci yarısı köhnə işlərin tamamlanmasına həsr olunacaqsa, ikinci yarıda tamamilə yeni bir iş götürə biləcəksiniz. Yaxın insanlar təşəbbüslərinizi həvəslə dəstəkləyəcək, kömək edəcək, lazım gələrsə əla məsləhət verəcəklər. Əqrəb. Ən asan gün deyil. Səhər sakit ev işləri üçün əlverişlidir. Gərəksiz şeyləri çıxarmaq və atmaq üçün yaxşı vaxtdır. Uşaqlarla səmimi söhbət etmək, qarşılıqlı inamı gücləndirmək imkanınız olacaq. Bir çox əqrəblər bütün mümkün incəliyi nümayiş etdirməli olacaqlar. Axşam yaşlı qohumları ziyarət etmək üçün yaxşı vaxtdır, xüsusən də bir-birinizi uzun müddət görmürsünüzsə. Kiçik bir ailə bayramı təşkil edə bilərsiniz, bu bütün iştirakçılara çox sevinc gətirəcəkdir. Bugün çox işləri yaxşı alınacaq. Əvvəllər çətin görünən tapşırıqların öhdəsindən gəlməyə cəhd etsəniz, onların əslində nə qədər asan olduğuna özünüz də təəccüblənəcəksiniz. İntuisiyanıza qulaq asın. Məqsədinizə ən qısa yolu tapmağa kömək edəcək. Günün birinci yarısı dərs üçün münasibdir. Lazım olan hər şeyi tez xatırlayacaqsınız, bir çox məsələləri başa düşəcəksiniz. Başqasının təcrübəsi faydalı olacaq, onun sayəsində səhv etməyəcəksiniz. Sonradan ailə məsələlərinə diqqət yetirmək faydalı olacaq. Yaxınlarınızı narahat edən problemləri həll edə biləcəksiniz. Gün ünsiyyət üçün mükəmməldir. Yeni tanışlarla anında razılaşacaqsınız, onlarda ən yaxşı təəssüratlar yaradacaqsınız. Uzun müddət heç nədə razılaşa bilmədiyiniz insanları anlaya biləcəksiniz. Məlum olacaq ki, fərqlər əvvəllər göründüyü qədər ciddi deyilmiş. Həm sizi, həm də yaxınlarınızı narahat edən problemlər gözlənilmədən asanlıqla həll oluna bilər. Əvvəllər diqqətdən kənarda qalan fürsətləri görəcək və dərhal onlardan yararlanacaqsınız. Həm işgüzar, həm də şəxsi münasibətlərdə təşəbbüskar olmaq faydalıdır. Bütün ideya və təklifləriniz dəstəklənəcək. Çox şey edə biləcəyiniz bir gündür.
Bunun üçün tələsmək belə lazım deyil, ardıcıl hərəkət etmək, bir işdən digərinə keçmək, lazımsız təlaşdan qaçmaq kifayətdir. Çoxları sizə kömək etməkdən məmnun olacaq. Bugün başlayan əməkdaşlıq məhsuldar olmaqla yanaşı, həm də çox xoş olacaq. Çox fərqli insanlarla ünsiyyət qurmalısınız. Heç kimlə münaqişələr yaranmayacaq. Romantik tanışlıqlar istisna deyil. Yeni əlaqələr sürətlə inkişaf edəcək. Simpatiyasını uzun müddət qazanmağa çalışdığınız bir insanla söhbət üçün daha yaxşı bir gün tapmaq çətindir. Bugün ən yaxşı keyfiyyətləriniz görünəcək. Sizi əvvəllər kiçik hesab edənlər nə qədər yanıldıqlarını anlayacaqlar. Həm müttəfiqlər, həm də yeni dostlar tapmaq mümkün olacaq. İntuisiyanız sizə kiminlə yoldaşlıq edəcəyinizi söyləyəcək. Maliyyə məsələləri uğurla həll olunacaq. Pulla bağlı hər məsələdə bugün diqqətli olacaqsınız. Bu, israfçı xərclərdən, riskli investisiyalardan, sonradan peşman olacağınız alış-verişlərdən qaçmağa kömək edəcək. Ox atan. Pis gün deyil. Artan iş yükünü götürməyə ehtiyac yoxdur, sadəcə olaraq planlaşdırılan ev işləri ilə məşğul olmaq kifayət edəcək. Bir çox ox atan sevdikləri ilə ürəkdən söhbət etməkdən faydalanacaq və uzun müddətdir davam edən bəzi ziddiyyətləri həll edə və əlaqələri möhkəmləndirə biləcəklər. Gələcək planları müzakirə etmək üçün yaxşı vaxtdır. Günün ikinci yarısı aktiv ünsiyyət, mehriban görüşlər, məclislərdə iştirak üçün əlverişlidir. Siz asanlıqla gözəl təəssürat yaradacaq və çoxlu maraqlı tanışlıqlar edə biləcəksiniz. Tələsməyin. Bugün hadisələr istədiyinizdən daha yavaş inkişaf edə bilər, ona görə də səbirli olun. Çoxdan gözlədiyiniz bəzi görüşləri təxirə salmalı ola bilərsiniz. Narahat olmayın. Tezliklə hər şeyin yaxşı olduğu aydın olacaq. Günün ilk yarısı yeni işlərə, xüsusən də tək başına idarə olunması çətin olan işlərə başlamaq üçün yaxşı vaxt deyil. Sonradan daha uğurlu və məhsuldar bir dövr gələcək. Başqaları ilə ünsiyyət qurmaq nəzərə çarpacaq dərəcədə asanlaşacaq və köməkçilərə ehtiyacınız varsa, onları çətinlik çəkmədən tapa bilərsiniz. Qərarlara, sözlərə və əməllərə tələsməyin. Bugün siz həmişəkindən daha tez əsəbləşəcəksiniz və qaynar başla sonradan peşman olacağınız bir şey etmək riski daşıyırsınız. Məsləhətlərə qulaq asmağa dəyər, onları sizi yaxşı tanıyan insanlar verəcəklər. Bu tövsiyələr sayəsində bir çox xoşagəlməz anlardan qaça bilərsiniz. Gün kiçik səyahətlər, gəzintilər üçün əlverişlidir. Qısa bir mənzərə dəyişikliyi belə özünüzü daha yaxşı hiss etməyinizə yol açacaq. Axşam köhnə tanışlarla görüş üçün münasibdir, onlar sizi mütləq nə iləsə sevindirəcəklər. Bugün insanlarla ünsiyyət qurmaq, hər kəsə münasibət tapmaq bacarığı sizə çox faydalı olacaq. Əvvəllər yalnız işgüzar xarakter daşıyan münasibətlər daha da rahatlaşacaq və fayda verəcək. Çoxlu mübahisələrə səbəb olan məsələləri sakit şəkildə müzakirə etmək və həllini tapmaq mümkün olacaq. Gərgin vəziyyətlərdən qaçmağa çalışın. Gününüzü elə planlaşdırın ki, istirahətə, eləcə də bəzi xoş və çox yorucu olmayan fəaliyyətlərə vaxtınız olsun. Axşam kosmetik prosedurlar üçün uyğundur, onlar nəzərə çarpacaq effekt verəcəklər. Düzgün qərarların verildiyi gün çətin olmayacaq və yaxşı ideyaların həyata keçirilməsində problem olmayacaq. Bir çox təşəbbüsləriniz şanslı olacaq, şübhəsiz ki, son vaxtlara qədər çox çətin görünən işlərin öhdəsindən gələcəksiniz. Yeni işlər yeni tanışlıqlar etməyə kömək edəcək, bəlkə də həm dostluq, həm də romantik münasibətlərin başlanğıcı olacaq. Eyni anda 100 şey haqqında düşünməyə, bir-biri ilə əlaqəli olmayan bir neçə problemi həll etməyə hazır olun. İnamınızı itirməmək vacibdir, uğur qazanacaqsınız. Oğlaq. Günün başlanğıcı uğurlu olacaq. Bütün planlaşdırılan işlərin öhdəsindən tez gələcəksiniz, hətta yaxınlarınıza kömək etməyə vaxtınız olacaq. Bəzi oğlaqlar uzun müddətdir etmək istədikləri, lakin özlərini buna məcbur edə bilmədikləri bir şey etməyə çalışacaqlar. Nəticədə yeni maraqlı hobbinin ortaya çıxması tamamilə mümkündür. Mübahisəli məsələləri müzakirə etmək və münasibətlərdə yığılmış narazılıqla məşğul olmaq üçün əlverişli zamandır. Tez bir zamanda ümumi dil tapa və hər şeyi qarşılıqlı məmnuniyyətlə razılaşdıra biləcəksiniz. Günün sonunda yorğunluq yığılacaq və əhvalınız aşağı düşəcək.
Odur ki, axşama ciddi məsələlər və ya vacib görüşlər planlaşdırmayın. Gün maraqlarınızı və hobbinizi bölüşən insanlarla ünsiyyət üçün münasibdir. Birgə hərəkətlər barədə razılığa gəlmək, yaxın gələcəkdə nə edəcəyinizi və nəyin sonraya təxirə salınacağına qərar vermək mümkün olacaq. Əgər son vaxtlar münasibətlər gərgin idisə, bugün onlar nəzərə çarpacaq dərəcədə ahəngdarlaşacaq və bu, böyük ölçüdə sizin sayənizdə olacaq. Bugün yeni tanışlıqlar üçün əlverişli olacaq. Çoxları ilə ortaq dil tapacaqsınız, hətta adətən yalnız başqalarının çatışmazlıqlarını görənlər də sizi bəyənəcəklər. Gün sakit olmasa da çox məhsuldar olacaq. Eyni anda bir neçə məsələnin öhdəsindən gəlməyə hazır olun, özünüzün və başqalarının işləri ilə məşğul olacaq, eyni vaxtda çox şeylər haqqında fikirləşməli olacaqsınız. Bir çox cəhətdən sizi yaxşı tanıyan və mükəmməl başa düşən köhnə tanışlar kömək etməyə hazır olacaqlar. Ailə məsələlərinə və bəzi məişət məsələlərinə diqqət yetirməyə dəyər. Bugün öz həyatınızı və yaxınlarınızın həyatını asan və rahat etmək üçün çox səy göstərməyə ehtiyacınız olmayacaq. Alış-verişi günün ikinci yarısına keçirmək lazımdır. Düzgün seçim etmək daha asan olacaq. Asan olmayacaq, amma bacaracaqsınız. Gözlədiyinizdən də çox işləriniz ola bilər, çünki başqalarının səhvlərini düzəltməli, başqalarının başladığı işi tamamlamalı olacaqsınız. Xüsusilə də tanımadığınız insanlarla ünsiyyətdə daha təmkinli olmağa çalışın. Bu, qarışıq məsələləri həll etmək üçün yaxşı gün deyil. Bəzi köhnə fikirlərə qayıtmaq faydalı olacaq, bəlkə də bugün onları həyata keçirəcəksiniz. Sizi çoxdan tanıyan insanlar kömək edəcəklər. Nağd pul gəlirləriniz ola bilər, o cümlədən gözlənilməz mənbələrdən pul daxil ola bilər. Bugün bəzi çətinliklər yarana bilər, lakin onlar sizi geri çəkilməyə və ya planınızdan əl çəkməyə məcbur etməyəcək. Dərhal olmasa da məqsədlərinizə çatacaqsınız. Uğurlarınız başqalarını maraqlandıracaq, sizi daha yaxından tanımaq istəyənlər çox olacaq. Qeyri-adi təkliflər ola bilər. Nə qədər cazibədar olsalar da cavab verməyə tələsməyin, əvvəlcə mümkün qədər çox məlumat toplayın və üzərində düşünün. Köhnə əlaqələri bərpa etmək, köhnə tanışlarla görüşmək üçün gün münasib gündür. Daha əvvəl anlaşa bilmədiyiniz insanlarla asanlıqla ortaq dil tapa bilərsiniz. Dolça. Asan gün deyil. Dolçaların əksəriyyəti ailədə fikir ayrılıqları ilə üzləşəcək. Ortaq dil tapmaq asan olmayacaq. Köhnə ziddiyyətlər ön plana çıxacaq, ona görə də münaqişələrin tamamilə qarşısını almaq mümkün deyil. Ancaq anlayış və səbir göstərsəniz, münasibətləri tez bir zamanda bərpa edə biləcəksiniz. Ola bilər ki, xoşagəlməz xəbərlər alacaqsınız, amma fəlakətli heç nə baş verməyəcək. Qarşıda bir səfəriniz varsa, çox vaxt planlaşdırın. Yol boyu gözlənilməz gecikmələr çox güman ki, əhvalınızı biraz korlayacaq. Gün olduqca gərgin keçəcək. Gözlənilməz hadisələr və gözlənilməz görüşlər hadisələrin adi gedişatını pozacaq, diqqətinizi daha əvvəl heç ağlınıza belə gətirmədiyiniz şeylərə yönəltməyə məcbur edəcək. Tez öyrənmək, başqasının təcrübəsindən yararlanmaq bacarığı faydalı olacaq, onun sayəsində ciddi səhvlərə yol verməyəcəksiniz. İntuisiyanız sizə dərhal nə edəcəyinizi və nələrə vaxt itirməli olmadığınızı söyləyəcək. Bu, həm də yeni tanışlarla yola getməyə, onların sizdən nə gözlədiklərini və nəyə ümid etdiklərini başa düşməyə kömək edəcək. Pulla diqqətli olmağa dəyər, israfçılıq etmək ehtimalınız var, dincəlin. Özünüzdən və ya başqalarından çox şey gözləməyin. Əlbəttə ki, bütün işlərin vaxtında başa çatdırıla bilməməsi utanc vericidir, lakin gecikmələrin ciddi xoşagəlməz nəticələrinin olması ehtimalı azdır, buna görə də çox narahat olmamalısınız. Xoşagəlməz söhbətləri, çətin məsələlərin müzakirəsini təxirə salmaq məsləhətdir. Maraqlı bir şey öyrənmək üçün əlverişli gündür. Faydalı ola biləcək hər şeyi tez xatırlayacaqsınız, son vaxtlar sizi narahat edən suallara cavab tapacaqsınız. Axşam romantik gəzinti üçün ideal vaxtdır. Bəzi çətin məsələləri həll etmək, uzun müddət irəliləməyə mane olan çətinlikləri dəf etmək şansı olacaq. Heç kimin ağlına gəlməyən bir şey ortaya çıxara biləcəksiniz, fantaziyanız rəqibləri məğlub etməyə kömək edəcək. Yeni tanışlıqdan uzun bir dostluq başlayacaq. Gün maliyyə məsələlərinin həlli üçün əlverişli olacaq. Pulla bağlı hər işdə intuisiyanıza arxalana bilərsiniz. Onun tövsiyələrinə əməl etsəniz, kiçik səhvlər belə etməyəcəksiniz.
Günortadan sonra edilən alış-veriş uğurlu olacaq. Faydalı detallara diqqət yetirin. Bu, lazımsız narahatlıqlardan və mənasız mübahisələrdən qaçmağa kömək edəcək. Ehtiyacı olanlara dəstək olmaq, yaxınlarınıza diqqət yetirmək imkanı yaranacaq. Əgər son vaxtlar dostluq və ya ailə münasibətləri asan olmayıbsa, bugün onları yaxşılığa doğru dəyişmək mümkün olacaq. Öz hisslərinizi başa düşəcəksiniz və başqalarını anlamaq daha asan olacaq. Nağd pul daxil olmaları mümkündür. Xərcləməyə tələsməyin, bu vəsaitlər sonradan çox faydalı ola bilər. Balıq. Gününüz xeyir. Səhər dərs oxumaq, imtahanlara hazırlaşmaq və ixtisasları artırmaq üçün əlverişlidir. Bir çox balıqlar xoş və çoxdan gözlənilən xəbərlər alacaqlar. Artıq uzun müddətdir təxirə saldığınız işləri görmək üçün doğru zamandır. Xüsusilə dostlar və ya qohumların əhatəsində qısa səfərlər uğurlu olacaq. Fövqəladə sərfəli alış-veriş edə biləcəksiniz. Axşam çölə çıxmaq üçün idealdır. Siz çoxlu parlaq emosiyalar və maraqlı təəssüratlar alacaqsınız. Uzun müddətli dostluğun və ya səmərəli əməkdaşlığın başlanğıcı olacaq perspektivli tanışlıqlar edə biləcəksiniz. Gün maraqlı, parlaq və ruhlandırıcı olacaq. Yeni bir işə başlamaq üçün mükəmməldir. Burada heç bir problem olmayacaq, vəziyyəti tez başa düşəcəksiniz, intuisiyanız sizə necə hərəkət edəcəyinizi söyləyəcək və lazım olduqda dostlar kömək edəcək. Emosional fon əlverişli olacaq. Əhvalınızı yaxşı saxlayacaq və sizə əziz olanları sevindirməyin yolunu tapacaqsınız. Dostları görmək, haqqında çox eşitdiyiniz tədbirlərdə iştirak etmək üçün yaxşı gündür. Səfərlər də yaxşı nəticə verəcək, xüsusən də onlara yaxınlarınızla getsəniz. Bugün üçün vacib və mürəkkəb işləri planlaşdırmamaq daha yaxşıdır. Onların öhdəsindən gəlmək çətin olacaq və bundan əlavə bir çox səylər boşa çıxa bilər. Bir az gözləyin, tezliklə əlverişli an gələcək, sonra hərəkətə başlayacaqsınız. Ailə məsələlərini yaxınlarınızla müzakirə etmək də arzu olunmazdır. İndi fikir ayrılıqları ehtimalı yüksəkdir və bir az sonra hər şeyi çətinlik çəkmədən razılaşdıracaqsınız. Gün köhnə hobbiyə qayıtmaq üçün əlverişlidir. Əhvalınız dərhal yaxşılaşacaq, özünüzü daha şən və enerjili hiss edəcəksiniz. Maraqlarınızı bölüşən insanlarla ünsiyyət qurmaqdan da məmnun olacaqsınız. Gün öyrənmək, məlumat toplamaq və təhlil etmək, çətin suallara cavab axtarmaq üçün əlverişlidir. Siz diqqətli və ciddisiniz, zahirdə olanla kifayətlənmirsiniz, həmişə həqiqətə çatmağa çalışırsınız. Bugün öyrəndiyiniz hər şey yaxın gələcəkdə mütləq faydalı olacaq. Köhnə dostlarla və sadəcə maraqlarınızı və fikirlərinizi bölüşən yaxın tanışlarla görüşməkdən məmnun qalacaqsınız. Şübhəsiz ki, birlikdə görmək istədiyiniz işlər var, bəlkə də tezliklə həyata keçirəcəyiniz ümumi planlar olacaq. Yeni işlər ortaya çıxacaq, ola bilsin ki, yaxınlarınızdan birinin yardımınıza ehtiyacı olsun. Köhnə planlara sadiq qalmaq ehtimalı azdır, çox güman ki, planlarınızı dəyişəcəksiniz. İşgüzar dəyişikliklər mümkündür. Yeni öhdəlikləriniz ola bilər, onlarla məşğul olmaq üçün müəyyən vaxt lazımdır. İnsanlarla ünsiyyət qurmaq bacarığınız çox faydalı olacaq. Yeni müttəfiqlər və həqiqi dostlar tapacaqsınız. Son zamanlar sizi narahat edən maliyyə məsələləri uğurla həll oluna bilər.